Merhabalar. Deməli, bugünkü dərsimiz sual cümləsində məhsulu tapmaqdır. Baxaq uşaqlar birinci sualda. Baxın, birinci baxaq məluma. Baxın, məlum did keçmiş zamanda. Keçmiş zamanda məhsulun düstürü vozvu istəcəl possible to olmalıdır. Bir də yadımızda saxlayırıq ki, əmiza və yaxud vozvudan sonra bin gələ bilməz. Birinci halda baxın, burada A variantında bin var və C variantında da bin var. Bunlar səhvdir. Baxın, uşaqlar, məlumu məhsula çevirərkən tamamlıqla mübtada yerin dəyişməlidir. Tamamlıq feildən sonra gələn sözdür, yəni Z alarmdır. Mübtada da burada nədir? Z idi. Yəni tamamlıqla mübtada yerin dəyişməlidir mütləq. Əgər dəyişmirsə o cümlə nədir? Səhvdir. Bax, burada görsən, mübtada bu tamamlıqla yerin dəyişməlidir. Dəyişmədiyinə görə burada D variantı da səhvdir. Və Y variantında səhv nədir? Baxın, məlum keçmiş zamanda məhsulun düstürü vozvu üstəgəl possible to olmalıdır. Vozvu begin üstəgəl possible to ola bilməz. Bu davam edici zamanda məhsulun düstürüdür. Amma məlumumuz indiki zamandadır. Ona görə keçmiş zamandadır. Ona görə cavab qalır B variantı. İkinci suala baxaq. Bir daha. Baxın, burada did keçmiş zamanda. Keçmiş zamanda məhsulun düstürü vozvu üstəgəl possible to olmalıdır. Birinci halda is var, bu getdi. Əmiza vozvödən sonra bin gəlməz. C variantı yanlışdır. D variantına ümumiyyətlə did məhsulu yaratmır. Yenə də qaydaq məluma. Tamamlıq feildən sonraki hissəsidir. Mübtada da normandır. Yəni, məlumu məhsula çevirərkən tamamlıqla mübtada yerin dəyişməlidir. Bax, burada dəyişmədiyinə görə C, B variantı da səhvdir. Yəni, cavab qalır nədir? D variantı. Baxın, burada tamamlıq his first book olmalıydı. Baxaq, üçüncü suala. Üçüncü sualda, bu did hansı zamanda? Keçmiş zamanda. Keçmiş zamanda məhsulun düstürü vozvu üstəgəl possible to olmalıdır. Bax, vozvu A-da var. Sadəcə olaraq bax, show göstərmək feildir. Tamamlıq rolunda həm you da ola bilər, həm də Z ola bilər. Amma policeman ola bilməz. Buna görə burada A variantımız səhvdir. Baxaq B variantına. B variantında məlumumuz keçmiş zamanda idi. A indiki zamandadır. Ona görə səhvdir. C variantında əmiza vozvödən sonra bin gələ bilməz və yaxud D variantında əmiza vozvödən sonra bin gəlməz. Deməli, cavab qaldı nədir orada? Y variantı. Bin yalnız bitmiş zaman forması ilə işlədilir. Baxın, bir daha dördüncü suala. Bax, did hansı zamanda? Keçmiş zamanda. Keçmiş zamanda məhsulun düstürü vozvu üstəgəl possible to olmalıdır. Burada is ola bilməz, burada da is ola bilməz. İndi yenə də deyirik. Baxın, burada feilimiz dilviyə çatdırmaq feildir. Tamamlıq rolunda feildən sonraki hissə olza fönüçü olmalıdır, Z olmalıdır. Yenə də deyirəm, feildən sonraki gələn söz, yəni cümlə olur tamamlıq, feildən əvvəl gələn Z oldu cümlənin mübtadası. Tamamlıqla mübtada yerin dəyişməlidir. C variantında dəyişmədiyinə görə səhvdir, cavab qalır D variantı. Beşinci sualda, baxın, bu did hansı zamandadır? Keçmiş zamanda. Keçmiş zamanda məhsulun düstürü vozvu üstəgəl possible to olmalıdır. Ümumiyyətlə, bugünkü dərsimiz bizim sual cümləsidir. Sual cümləsində əmiza vozvu ara keçməlidir, mübtadanın əvvəlinə keçməlidir ki, bu sual yaratmalıdır. Yəni, bu voz bu halsın qarşısına gəlməlidir. Gəlmədiyinə görə A variantı səhvdir. C variantı doğru variantdır. D variantında əmiza vozvödən sonra bin gəlməz. Y variantında da voz feilin qarşısına keçib sual yaratmır. İndi B-də səhv nədir? Yenə də, bax, burada bil tikmək feildir. Tamamlıq feildən sonraki hissə, yəni bu Z house-dan Z yerin dəyişməlidir. Bax, burada dəyişmədiyinə görə səhvdir. Yəni, cavab qalır burada nədir? C variantı. 6-cı suala baxaq. Bax, 6-cı sualda did hansı zamanda? Keçmiş zamanda. Yenə də baxaq, ətək hücum etmək feildir. Tamamlıq Z biyə arıdır, Z ayıdır, biyə də arılardır. Yəni, burada vozvu biyənin qarşısına, ayı sözünün feildən sonraki gələn hissənin qarşısına gəlməlidir. Biyənin yox. Ona görə birinci halda burada baxaq, C variantımız səhvdir. Yenə də voz vaydan burada gəlməlidir, biyə sözünün qarşısına keçməlidir ki, sual olsun. Burada da sual yoxdur. Həmçinin A-da da vö feilin qarşısına keçib, sual yoxdur. Əmiza vozvödən sonra bin gəlməz, cavab qalır Y variantı. Baxın 7-ci suala. 7-ci sualda clean indiki zamandadır. İndiki zamanda məhsulun düstürü əmiza üstəgəl possible to olur və yadınızda saxlayın, bu əmizadan sonra bin gələ bilməz. A variantımız səhvdir. B variantı doğrudur. Bu görürsünüz, bu A.
köməkçi feil hara keçməlidir? Who-nun qarşısına keçməlidir və bu sual yaratmalıdır. Mübtədanın önünə keçməlidir ki, sual yaransın. Bax, burada da həmçinin sual yoxdur. Burada da, E-də də. Yəni, cavab qaldı B variant. Ümumiyyətlə, görürsünüz, A feilin qarşısına keçir. Feilin qarşısına keçirsə, bu mübtəda sual yaranmır. Baxın, 8-ci sualda da. Yenə də, baxın, cümlədə teaches, dərs vermək feilimiz indiki zamandadır. Deməli, mübtəda rolunda nə olmalıdır? Tamamlıq da olur. Nədir? These students. Bu şagirdlər. İndiki zamanda əmizə hara keçməlidir? Bu şagirdlərin qarşısına. Deməli, burada A-da, B-də keçməyib. C-də əmizə vozvədən sonra bin gəlməyib. Burada da A hara keçməlidir? Bu şagirdlərin, yəni this studentin qarşısına keçmədiyinə görə səhvdir. Həmsinin E-də də A feilin qarşısına keçir. Sual yaratmadır. Cavab qalır burada A variantı. Baxalım 9-cu suala. Deməli, baxın 9-cu suala. 9-cu sualda baxaq, o dət əmr etmək və yaxud sifariş etmək feilimiz keçmişdir. Keçmişdə məhsulun düsturu was were istəcəli possible to olmalıdır. Və tamamlığımız da nədir burada? Flow'ədir. Yəni, was were flow'ənin qarşısına keçməlidir. Bax, burada A-da keçməyib, C-də keçməyib, D-də keçməyib, Y-də keçməyib. Deməli, cavab qaldı burada nədir? A variantı. 10-cu sualda. Yenə də, baxın, tamamlığımız nədir burada? This shoes, bu ayaqqabılar. Cümlədə hansı zamandadır? Keçmiş. Deməli, was were hara keçməlidir? Tamamlığın qarşısına. Bax, burada feilin qarşısına. Burada da feilin qarşısına. C variant doğrudur. Y-də, D-də də feilin qarşısına. Y-də də görsən, ümumiyyətlə, məhsulun nəyi yoxdur? Düsturu yoxdur. İndi baxalım 11-ci sualda. Bax, 11-ci sualda məlum hansı zamandadır? Keçmiş. Keçmişdədir ki, bunun məhsul olaraq düsturu was were ilə düzəlməlidir. A-da əmizə was were-dən sonra bin gəlməz. B-də is indiki zamandadır. Məlum keçmişdir. Ona görə ola bilməz. Baxın, burada yenə də deyirəm. Tamam, köməkçi feillər, bax, was were, mübtədanın qarşısına keçməlidir ki, sual yaransın. Burada feillərin qarşısına keçir. Sual yarada bilmir. Ona görə cavab qalır C variantı. 12-ci suala baxaq. 12-ci sualda baxın. Burada help, kömək etmək feilimiz indiki zamanda. İndiki zamanda məhsulun düsturu əmizə üstəcəli P2 olmalıdır. Tamamlığımız da zepuədir. Yəni, əmizə zepuənin qarşısına keçməlidir. Bax, A-da feilin qarşısına keçib. C-də də feilin qarşısına keçib. Məlum indiki zamandadır. Was were keçmişdir. Əmizə was were-dən sonra bin gəlməz. Yəni, cavab qalır B variantı. Baxaq yenə də məluma. Məlum keçmişdir. A indikidir. A variantı səhvdir. Deməli, was were-dən sonra bin gəlməz. C variantı səhvdir. Yenə də bu was were tamamlığın qarşısına keçməlidir. Yəni, dokumentin qarşısına keçməlidir. Burada feilin qarşısına keçir. Sual yaratmır. Məlum keçmişdir. Yenə də D variantına A indiki zamandadır. Cavab qaldı Y variantı. Ümumiyyətlə, sual cümləsinin düsturu var da. Sual sözü, köməkçi feili, mübtəda, xəbər. 14-cü sualda da baxaq. Burada cavab olacaq A variantı. Deməli, baxaq, tamamlıq burada U-dur. Yəni, bu köməkçi feillər was were mübtədanın tamamlığın qarşısına keçməlidir. Burada feilin qarşısına keçib. Əmizə was were-dən sonra bin gəlməz. Were feilin qarşısına keçib. Burada da were feilin qarşısına keçib. Cavab A variantı. 15-ci sualda. Baxın, burada sent hansı zamandadır? Keçmiş. Keçmişdə məhsulun düsturu was were istəcəl possible to olmalıdır. Yenə də was were hara keçməlidir? Tamamlığın qarşısına. Burada feilin qarşısına. Burada da feilin qarşısına. Feilin qarşısına. Əmizə was were-dən sonra bin gəlməz. Cavab qaldı. Burada Y variantı. 16-cı sualda. Baxın, did hansı zamandadır? Keçmiş. Keçmişdə məhsulun düsturu nə olmalıdır? Was were olmalıdır. Bax, bu feildən sonra gələn söz tamamlıqdır. Feildən əvvəl gələn cümlə isə mübtədadır. Yəni, tamamlıqla mübtəda yerin dəyişilməlidir. Bax, B-də dəyişmədiyinə görə səhvdir. A-da did məhsul yaratmır. C variantımız doğru variantdır. D variantında əmizə was were-dən sonra və yaxud Y variantında əmizə was were-dən sonra bin gəlməz. Cavab qalır C variantı. Deməli, baxaq burada 17-ci sual. 17-ci sualda both keçmişdir. Keçmişdə məhsulun düsturu was were istəcəl possible to olacaq. Cavab A variantdır. Was were tamamlığın qarşısına keçməlidir. Yəni, this chocolate bu şokoladların qarşısına keçməlidir. C-də əmizə was were-dən sonra bin gəlməz. D-də A feilin qarşısına, E-də də A feilin qarşısına keçib. Bax, əmizə was were bir gün üstəgəl P2 olanda bu keçmiş davam edici zamanın məhsulun düsturudur. Amma məlum keçmiş zamandadır. Keçmiş davam edici zamanda deyil, axı biz davam edici zamanda məhsulun düsturu ilə götürək. Ona görə burada cavab qalacaq, deməli, A variantı.
Deməli A variantımız. Bir dəqiqə uşaqlar, üzrlü sayın. Deməli, yəni burada cavab qalır A variantı. Sonra baxalım 18-ci suala. 18-ci sualda nədir? Bax, sent hansı zamandadır? Keçmiş zamanda. Yenə də keçmiş zamanda was were istəyal possibility olmalıdır. A-da was were yoxdur. C-də əmizə was were-dən sonra bin gəlməz. Yenə də baxın D-də və yaxud G-də baxın was were, bax sent göndərmək feilin qarşısına ki, feilin qarşısına keçirsə burada sual yaratmır. Sual sözü, köməkçi feil, mübtəda, xəbər. Yəni was were hara keçməlidir? Tamamlığın qarşısına. Tamamlığımız hansıdır? Bu feildən sonraki gələn the list of the partition'ın qarşısına keçməlidir. 19-cu testdə baxın wrote hansı zamanda? Keçmiş. Keçmişdə məhsulun üstü necə olmalıdır? Was were istəyəl possibility. Was were hara keçməlidir? Tamamlığın qarşısına. Amma burada nəyin qarşısına keçir? Feilin qarşısına. Burada cavab B-dir. Ümumiyyətlə C-də məhsulun düsturu yoxdur. D-də də yenə də tamamlığın qarşısına keçməlidir was were. Əmizə was were-dən sonra bin gəlməz. Tamamlıq hansıdır bu? Feildən sonra the list of the irregular verbs. Yəni cavab qalır B variantı. 10-cu sualda. 10-cu sualda baxın, does hansı zamandadır? İndiki zamanda. İndiki zamanda məhsulun düsturu necə olmalıdır? Əmizə üstəgəl possibility olmalıdır. Bax, burada was keçmişdir. Burada da was keçmişdir. B-də məhsulun düsturu yoxdur. İndi burada cavab D variantı. İndi sual ola bilər ki, axı müəllim, niyə A olmur, D variantı olur? Baxın, yenə də export, ixrac etmək nədir? Mübtədadır. Burada tamamlıq nədir? Feildən sonraki hissədir. Tamamlıq rolunda Z işlədə bilmərək, bu Z mübtədadır. Tamamlıqla mübtəda yerin dəyişməlidir. Bax, burada mübtəda yerin dəyişməyib. Dəyişmədiyinə görə A variantı səhvdir. Yəni, cavab qalır burada D variantı. 21-ci sualda, baxın, does hansı zamana aid olur? İndiki. İndiki zamanda məhsulun düsturu əmizə üstəgəl possibility olmalıdır. Bax, burada was məhsulun düsturudur. Keçmiş zamanda məhsulun düsturudur. B-də məhsulun düsturu yoxdur. C-də məhsulun düsturu yoxdur. D-də was keçmiş zamana aiddir. Amma məlum does indiki zamandadır. Cavab qalır D variantı. Baxın 22-ci suala. 22-ci sualda yenə də baxın did not hansı zamanda? Keçmiş. Keçmişdə məhsulun düsturu necə olmalıdır? Was were üstəgəl possibility. A-da yoxdur. A ona görə səhvdir. E-də əmizə was were-dən sonra bin gəlməz. Yenə də burada tamamlıq hansıdır? Feildən sonraki hissə ZK. Görürsünüz, burada B-də was feilin qarşısına keçib, tamamlığın qarşısına keçməyib. D-də də mübtədanın qarşısına keçib was not. Mübtəda ilə deyildir. Tamamlıq yerin dəyişməlidir. Ona görə burada cavab qalır D variantı. Baxın 23-cü suala. 23-cü sualda baxın burada yenə də did. Did hansı zamandadır? Keçmiş. Keçmişdə məhsulun düsturu was were üstəgəl possibility olmalıdır. Və was were-dən sonra, əmizə was were-dən sonra bin gəlməz. Birinci halda Y variantı səhvdir. Yenə də baxın, build içmək feildir. Tamamlıq feildən sonraki hissədir. Bu körpüdür, mübtəda da Z-dir. Yəni tamamlıqla mübtəda yerin dəyişməlidir. Was were keçməlidir tamamlığın qarşısına. Yəni this bridge, bu körpünün qarşısına. Z-in yox. B-də, A da ona görə səhvdir. B-də əmizə was were-dən sonra bin gəlməz. Cavab C variantı. 24-cü testə baxaq. Do indiki zamanda. İndiki zamanda məhsulun düsturu əmizə olur. Was were ola bilməz. Əmizə was were-dən sonra bin gəlməz. Deməli A variantı, B variantı, bir də qaldıq nədir? Y variantı. Yenə də baxın, mübtəda istehsal etmək feilimiz produce-dir. Tamamlıq fönüsiyədir. U da mübtədadır. Tamamlıqla mübtəda yerin dəyişməlidir. Burada dəyişmədiyinə görə səhvdir. Yəni cavab qalır B variantı. 25-ci suala. Baxın. Did hansı zamandadır? Keçmiş. Keçmiş zamanda məhsulun düsturu necə olur? Was were üstəgəl possibility. Tamamlıqla yenə də mübtəda yerin neynəməlidir? Dəyişməlidir. Deməli, was hara keçməlidir? Bu itin qarşısına. Burada A-da keçməyib, C-də keçməyib, B-də keçməyib, Y-də də keçməyib. Deməli, burada görürsünüz, was hara keçdi? Tamamlığın qarşısına. Deməli, bu nəyə artır? Sual cümləsi. Deməli, cavab qaldı B variantı.
26-cı sualda. Baxın, wrote hansı zamanda? Keçmiş. Keçmişdə məhsulun üstü necə olmalıdır? Was were istəyəcək possible to olmalıdır. A-da əmizə was were-dən sonra bin gəlməz. Burada cavab B-dir. Həmçinin C-də də was were-dən sonra bin gəlməz. Yəni was were bu tamamlığın qarşısına keçməlidir. Burada feilin qarşısına keçdiyinə görə sual yaratmır. Cavab qalır B variantı. 27-ci sualda. Did hansı zamanda? Keçmiş zamanda. Keçmiş zamanda məhsulun üstü necə olur? Was were istəyəcək possible to. Was were baxın tamamlığın qarşısına keçməlidir. Tamamlıq burada nədir? The article, məqalədir. Deyil axı. Ona görə cavab qaldı A variantı. 28-ci testdə. Baxın uşaqlar, publish nəşr etdirmək feildir. His report-ə bir də he-dir. Deməli, his report-ə onun məruzəsi tamamlıqdır, he-də mübtadadır. Yəni, tamamlıqla mübtada yerin dəyişməlidir. Burada da did hansı zamandadır? Keçmiş zamanda. Was bu hara keçməlidir? His report-ənin qarşısına. Deməli, ona görə cavab qalır burada A variantı. Tamamlıqla burada mübtada yerin dəyişmədiyinə görə A səhvdir. Burada was feilin qarşısına, burada da was feilin qarşısına, həmçinin Y-də də was feilin qarşısına keçirsə sual yaratmır. Baxaq 29-cu testdə. Deməli 29-cu testdə baxın burada will var. Bunun məhsula çevirərkən biz will be olur. Will be də ikili kömək feil olur. İkili kömək feillərdə will ilə be'nin arasına, have been, has been arasına mütləq mübtada olmalıdır. Olmursa o cümlə nədir? Səhvdir. Bax burada him var, him. Deməli bu obyektin qarşısında by sözünü olmalıdır. Olmadığına görə A variantımız nədir? Orada səhvdir. Həmçinin C variantına will be'nin arasında mübtada olmalıdır. C variantında olmadığına görə C də səhvdir. Burada da obyekt var. Obyektin qarşısına by sözünü olmalıdır. D də burada səhvdir. Yenə də sual cümləsində will ilə be'nin arasında mübtada olmalıdır. Yoxdur. Deməli cavab qalır burada B variantı. Baxın B variantına will ilə be'nin arasında nə var? Mübtada var. 30-cu sualda. Sent hansı zamandadır? Keçmiş. Keçmiş zamanda məhsulun üstü necə olur? Was were istəyəcək possible to. Yəni was were keçməlidir tamamlığın qarşısına. A-da feilin qarşısına, B-də feilin qarşısına, D-də feilin qarşısına, Y-də də feilin qarşısına. Cavab qalır C variantı. 31-ci testdə. Broke hansı zamanda? Keçmiş zamanda. Keçmiş zamanda məhsulun üstü necə olur? Was were istəyəcək possible to. A-da əmizə was were-dən sonra bin gəlməz. B-də were feilin qarşısına, C variantı doğrudur. D-də were feilin qarşısına, həmçində Y-də də were feilin qarşısına keçir. Deməli, bu was were hara keçməlidir? Tamamlığın qarşısına, feilin qarşısına xeyr. Olmaz. Yəni, cavab qalır C variantı. Baxırıq 32-ci testdə. 32-ci testdə, baxın, open açmaq keçmiş zamanda olan feildir. Keçmiş zamanda məhsulun üstü was were istəyəcək possible to olmalıdır. C-də əmizə was were-dən sonra bin gəlməz. D-də əmizə was were-dən sonra bin gəlməz. Yəni, bu məlumu məhsula çevirərkən feildən sonraki hissə tamamlıq cümlənin müftədası olur. Yəni, müftəda rolunda işlənir. Deməli, bu was were hara keçməlidir? Tamamlığın qarşısına. B-də feilin qarşısına, A-da da feilin qarşısına. Cavab Y variantı. 33-cü sualda. Baxın, rise hansı zamandadır? Keçmiş. Keçmişdə məhsulun üstü necə olur? Was were istəyəcək possible to. A-da əmizə was were-dən sonra bin gəlməz. B-də were feilin qarşısına keçib sual yaratmadı. D-də were feilin qarşısına keçib sual yaratmadı. Y-də də were feilin qarşısına keçib sual yaratmadı. Cavab C variantı. 34-cü testdə. Show it hansı zamanda? Keçmiş. Keçmişdə məhsulun üstü necə olur? Was were istəyəcək possible to. Və tamamlıq burada hansıdır? Feildən sonra həm you-da ola bilər, həm də the-də ola bilər. Bax, burada were feilin qarşısına keçib. Burada sual yoxdur. Deməli, keçmişdir cümlə A indikidir. Burada was feilin, burada da were feilin qarşısına keçib sual yaratmadı. Deməli, burada cavab qaldı nədir? A variantı. Baxağın 35-ci testdə. 35-ci testdə. Baxın, did hansı zamanda? Keçmiş. Keçmişdə məhsulun üstü necə olmalıdır? Was were istəyəcək possible to. Bax, burada müftadadır. Bu da good news-da tamamlıqdır. Köməkçi feillər, yəni was were hara keçməlidir? Tamamlığın qarşısına keçməlidir ki, sual yaratsın. Yəni tamamlıqla müftada yerin dəyişməlidir mütləq. Burada baxın, müftadanın qarşısına keçib, yəni he-nin qarşısına. Yerin dəyişmədiyinə görə səhvdir. C-də cümlənin sonunda obyekt var, by sözünü gəlməlidir, yoxdur. D-də was feilin qarşısına, həmçinin Y-də də was feilin qarşısına keçdi. Sual olmadı, cavab Y variantı. Yəni tamamlığın qarşısına keçməlidir mütləq. 36-cı testdə. Did keçmiş zamanda. Burada da see görmək feildir. Tamamlıq him
və yaxud mübtada yu'dur. Yəni was were himi hi ilə dəyişməliyik, mübtadanın qarşısına keçməlidir. Bax burada was feilin qarşısına, were feilin qarşısına. Cavab burada deməli cavab D-dir. Obyekt var, by sözünü olmalıdır. Burada da tamamlığın əmiza was were-dən sonra bin gəlməz. 37-ci testdə. Baxın, assistant hansı zamanda keçmiş. Keçmişdə məhsulun üstü necə olur? Was were üstəgəl possible-dur. A-da yoxdur, B-də A-da var. Sadəcə olaraq tamamlıq Z-oktədir. Was were tamamlığın, was were-nin Z-oktənin qarşısına keçməlidir. A ilə B-də keçmədiyinə görə və yaxud C-də də keçmədiyinə görə səhvdir. Həmçinin Y-də də. Cavab qalır D variantı. 38-ci testdə. Baxın, water sulamaq feilimiz indiki zamandadır. Məhsul olaraq düsturu olmalıdır. Əmiza üstəgəl possible to. Və əmiza hara keçməlidir? Tamamlığın qarşısına. A-da feilin qarşısına. B-də was were keçmişdir. Məlum indikidir. C-də də A tamamlığın qarşısına. E-də də A tamamlığın qarşısına. Yəni Z-fulavənin qarşısına keçməlidir. Cavab D variantı. 49-cu testdə. Məlumda həz varsa, onun məhsul növü necə olmalıdır? Həvbin, həzbin. Və həvbin, həzbin ikili köməkçi feillərdir. İkili köməkçi feillərdə həvbinin, həzbinin ortasında, həvlə binin arasında mübtada olmalıdır. Baxın, burada A-da yoxdur, B-də yoxdur. D-də məlumda həd yoxdur, biz onu hədlə götürə bilmərik. Y-də həvlə binin arasında mübtada yoxdur. Cavab qaldı Y variant. Baxın, burada həvlə binin arasında this later. Bu məktublar mübtada var. Deməli, baxaq 40-cı suala. Deməli, 40-cı suala da nədir? Bax, did hansı zamanda? Keçmiş. Keçmişdə məhsulun düsturu necə olur? Was were üstəgəl possible to. Bax, sent göndərmək mübtadadır. Feildən sağ tərəfdə gələn hissə tamamlıqdır, sol tərəfdə gələn hissə isə nədir? Mübtadadır. Tamamlıqla mübtada yerin dəyişməlidir. Və yaxud was were də tamamlığın z delegation'ın qarşısına keçməlidir. A-da was feilin qarşısına, B variantı doğrudur. C-də was feilin qarşısına, tamamlıq z delegation'dir, you ola bilməz. Yəni was were you-nun qarşısına keçməməlidir. Burada mübtada ilə tamamlıq yerin dəyişməyib. Y-də də obyekt var, qarşısına by sözünü gəlməlidir. Gəlmədiyinə görə səhvdir. Baxaq 41-ci suala. 41-ci sualda da yenə də painted hansıdır? Keçmişdir. Keçmişdə məhsulun üstü necə olmalıdır? Was were üstəgəl possible to. A-da A indiki zamanda, tamamlıq rolunda this feildən sonraki hissə olmalıdır. Burada were feilin qarşısına keçib, həmçinin were feilin qarşısına keçib. Burada sual yoxdur. Məlumumuz əmiza was were-dən sonra bin gəlməz. Cavab Y variantı. Baxırıq 42-ci suala. Did hansı zamandadır? Keçmiş. Keçmişdə məhsulun düsturu was were üstəgəl possible to olmalıdır. Deməli, was were və burada decorated bəzəmək feildir. Tamamlıq zerumdur. Mübtada da zeydir. Tamamlıqla mübtada yerin dəyişməlidir. Yəni was were zerumun qarşısına keçməlidir. Ona görə cavab burada A-dır. Burada were feilin qarşısına, burada da were feilin, burada da were feilin, burada da were feilin qarşısına keçir. Baxın, məlumumuz indiki davam edici zamandadır. Is, baxın, building. Davam edici zamanda məhsulun düsturu əmiza was və begin üstəgəl P2 olmalıdır. Possible to olmalıdır. Bax, burada beginning yoxdur. Burada was were keçmişdir. Sual cümləsinə is feildən sonraki zehazın qarşısına gəlməlidir. Ona görə cavab burada qaldı D variantı. Həmçinin 44-cü testdə. Bax, görürsünüz, A cooking cümlə indiki davam edici. Davam edici zamanda əmiza was və beginning üstəgəl P2 olmalıdır. Cümlə indiki zamanda olduğuna görə burada beginning yoxdur. Was keçmişdir. Məlumda həvəz yoxdur. Həvəz götürə bilmirik. Cavab burada qalır C variantı. Baxaq 45 sonuncu testdə. Bir də uşaqlar yadınızda saxlayın. Əgər məlum təsdiqdirsə, məhsul da təsdiq olur. Məlum inkardırsa, məhsul da nə olur? İnkar olur. Bax, məlum indiki davam edici zamanda. Davam edici zamanda məhsulun düsturu am, is, a və yaxud was, were, being, üstəgəl possible to olmalıdır. Bu da düstur əmiza being üstəgəl possible to hardadır bir dənə? Bir dənə burada D variant. Başqa heç bir variant da yoxdur. Bəli, was were var, amma məlum axı indiki davam edicidə. Biz onu keçmiş davam edici ilə götürə bilmərik.